Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli Azərbaycanın dəyərli insanları. Buradan mən əlbəttə ki, bu günlərim sizə Ramiz Meytiyev haqqında bu kəlmələri demək istəyirəm ki, neçə illər qanımızı soğuran bu şəxsiyyətsiz insanın işdən azad olandan sonra bunun bütün cinayət işləri, gördükləri bütün işlər ortalığa çıxandan sonra məmurlar və məmurçiklər, hansı ki, onun ətrafında çalışıblar, işləyiblər, indi hamısının dili açılıb. Ramiz Meytiyevə qarşı hamı onun haqqında söhbətlər aparır ki, Ramiz Meytiyev xəyanətkardır. Əlbəttə ki, hamınız çox gözəl bilirdiniz ki, Ramiz Meytiyev neçə illər Azərbaycanın qanını, canını somuran şəxsiyyətsiz bir insan var idi və onun ətrafında olan, onun təyin etdiyi bütün vəzifəyə icra başçısı və bütün bölgələrdə olan vəzifə sahiblərinin 90%-i hamısı ona tabe idi. İndi hamısı həm sevinir, həm də kədərlənir ona görə ki, hamısını inşallah bütün o göstərdikləri insanlara qarşı xəyanət etdiyi, dövlətə xəyanət etdikləri hamısı aşkara çıxacaq. Hamısının varı, dövləti, sərvəti nəyə varsa alınması vacibdir və mən buradan çox xahiş edərdim cənab Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə ki, bunun bütün sərvətləri, bunların bütün sərvətləri alınsın, dövlət büdcəsinə verilsin və oradan da bütün xalqa paylansın. Xalqın, hər bir vətəndaşın haqqı özlərinə verilsin. Çünki bizim qanımızı, canımızı əlimizdən alıb, bizlərə xəyanət edib, xalqımızı, Azərbaycanın 20% torpaqların işğal olmasının səbəbkarları bunlardır və hamımız bunu çox gözəl bilirik. 30 ildən artıq administrator da çalışan bu insan konkret olaraq millətin qanını somurub. Və indi də bu insana mən bir dənə söz demək istəyirəm ki, Allah Taala səni bir istəkan suya həsrət qoysun və sənə Allah tez ölüm nəsib etməsin. Səni Allah elə bir vəziyyətə salsın ki, və onun ətrafında olan hər bir ona xidmət edənlər hamınıza deyirəm ki, hər birinizə aiddir ki, siz bu vətənə xəyanət etmişsiniz, xalqın qanını somurmuşsunuz, onlara qarşı ədalətsiz olmuşsunuz, bu xalqa çox zülmlər etmişsiniz və onun üçün də sizin hər birinizdən xahiş edirəm, əziz və hörmətli xalqım, dəyərli insanlar, bunu baxın, paylaşın ki, qoy insanlar bilsin ki, şərəfsiz insanlar həyatda Azərbaycan dövlətinin içərisində var, hal-hazırda da vəzifə sahibləridir. Onların da cəzalanması üçün Ali Baş Komandan o haqda təlimatını versin və onların hamısının əlindən sərvəti alınıb dövlətin xəzinəsinə verilsin. Oradan da əlbəttə ki, şəhid ailələrinə, qazilərə, veteranlara, evi olmayan insanlara bu pullarla bir dənə diri Azərbaycan yenidən tikmək olar. Bunlarda olan sərvətlə. Yəni bu xarici ofşarlarda olan vəsaitləri topalasan, 2 dənə Azərbaycan tikmək olar. Bunu da bilmək lazımdır. Hal-hazırda bu belədir və bunları da inşallah Allahın izindən hamısı aşkar olacaq və bunların cinayət əməlləri ortalığa çıxıb xalqa, necə deyərlər, aşkara çıxacaq və insanlar hamısı məlumatda olacaq. Onsuz da hər bir insan bilir ki, bunlar necə bizim kasıblar daha çox bilir. Çünki kasıbların hamısının ona görə kasıbdır ki, hər şeyin əlindən alıblar bunlar. İşini alıblar, necə deyərlər, torpaq sahələrini əlindən alıblar.
heç bir kətçi torpaq sahəsində necə deyirlər, əkə bilmir, becərə bilmir, pulu yox, parası yox. Çünki hər şeyi bunlar alıblar. Onun üçün də mən xahiş edirəm ki, bu iş çox ciddi araşdırılsın və Ramiz Mehdiyevə çalışanlar kimlər vardır ki, hansı ki Ramiz Mehdiyev bir daha deyirəm əlini çiyninə qoymuşdu. Bütün regionlarda olan icra başçıları təyin edən bu şəxsiyyətsiz bunun ətrafındakiləri təmizləmək və hamısını cəzasını vermək üçün Azərbaycan Respublikasının qanununa riayət etmək lazımdır. Qanun necə Ali Başkomandan deyir, hamı üçün eynidir. Xahiş edir bu qanun çərçivəsində bunların hamısı aşkar olunsun və bunun bütün 5-ci kolonun ətrafında kim olubsa hamısının cəzası və bütün sərvətləri necə deyirlər, əl qoyulsun və o vəsaitlər də hamısı xalqa, millətə paylansın. Onda mən deyərəm, vətənimizdə qanun var. Mən onda deyərəm ki, inşallah bütün o insanların gözündə Ali Başkomandan və dövlətimizin başçısıdır. Daha da çox seviləcək, daha da ona böyük etimad göstəriləcək və biz çox xahiş edirik ki, bu haqda ciddi araşdırmalar aparılsın və sonuna qədər buna xidmət edən kim varsa hamısının öz cəzasını alsın inşallah. Əziz və hörmətli, dəyərli Azərbaycan xalqı, milləti, var olun, Allah razı olsun. Xahiş edirəm, baxın, bəyənin, paylaşın. Allah sizi qorusun. Allah amanında.